Belə bir çevrə sualına baxaq. Deməli, burada bizə deyir ki, o mərkəzli çeyrək çəmbər. Çeyrək çəmbər dedikdə 4/1 hissəsi nəzərdə tutulur. Yəni, bura 90 dərəcə olduğunu yaza bilərik. Daha sonra o mərkəzlə B nöqtəsini birləşdirsək, bizə radius verəcək. Yəni, bura R yazaq. Eyni zamanda burada R'dir, radius. Bucaqları qeyd etsək, üç bucaqlarda bərabər yanlı olduğu üçün bura alfa yaza bilərik. Eyni zamanda burada beta yaza bilərik. Hər iki üçbucaq bərabər yanlı üçbucaqdır. Daha sonra üçbucaqların daxili bucaqlarının cəminə görə bura 180 minus 2 alfa, 180 minus 2 beta yazmaq olar. Və bu bucaqların da cəmləri bizə 90 dərəcə olduğunu görürük. Çünki 90 dərəcədir. Gəlin bunları toplayaq, bərabər edək 90-a. 180 minus 2 alfa üstə gəlsin. 180 minus 2 beta bərabərdir 90 dərəcə. 280'imiz 360 dərəcə edir. 90'ı sola keçirdirik. Minus 2 alfanı keçirdəndə müsbət olacaq burada. Bu edir 270 bərabərdir 2 alfa plus 2 beta. Hər tərəfini 2'yə bölsə alfa plus beta'nın 135 dərəcə olduğunu alacaq. Deməli, bizdən bu bucaq artıq 135 dərəcədir. Daha sonra bu xətti birləşdirsək, C düz xətti olur. Və buradan da xaricə bir perpendikulər indirirəm. Deməli, bunu belə eləyək, daha rahat olsun. Burada perpendikulər indirsəm, gəlin bunu kənarda göstərsək daha rahat olacaq. Belə bir üçbucaqdır bizdə. Bura bir x deyirəm. Deməli, bu uzunluq 12'dir. Bu uzunluq isə 2 kökdə 2'dir. Biz də buradan hündürlük endirmişik. Hündürlük endirdikdən sonra bucaqlara baxsaq, bura 135 dərəcə olduğunda artıq bura 45 dərəcə olacaq. Eyni zamanda 90 olduğu üçün burada 45 olacaq. Və biz də bilirik ki, deməli, üçbucaqlarda bərabər yanlı düzbucaq üçbucaq olanda bura A olanda A kökdə 2 olur 45 dərəcə olduqda. Yəni 2 kökdə 2'dirsə, deməli hərəsinə 2 düşür. Daha sonra baxırıq hansı üçbucağa. Bu üçbucağa baxaq. Bu üçbucağın Pifagor teoreminə bax, Pifagor teoremi tətbiq edək. Deməli, buradan yaza bilərik ki, x-in kvadratı bərabərdir 2, bu isə bizə 14 verir bir dəfəlik. 14'ün kvadratı üstə gəlinsin 2'nin kvadratı. X'in kvadratı bərabər 196 üstə gəlsin 4. X'in kvadratı bərabərdir 200'ə. X də bərabərdir kök altında 200. Kök altında 200 də bizdə 2 vurulsun 100'dür. X də buradan 10 kökdə 2 olduğunu alırıq. Yəni artıq biz buranın 10 kökdə 2 olduğunu gördük. Hansı ki, bu düz xəttin 10 kökdə 2 olduğunu gördük. Sonra nəyə baxırıq? Deməli, indi ayrı rənglə göstərək. İndi bu üçbucağa baxacağım. Baxın, yaşılla qeyd etdiyim üçbucağa baxıram. C, O, A üçbucağına. İndi bura görürəm ki, onu da kənarda qeyd edə bilərəm. Amma burada daha rahatdır, görmək olur onsuz da. Deməli, bura radiusdur, bura da radiusdur. Və buradan da 10 kökdə 2 olduğu verilib. Yenə də həmin bu xassiyə görə R 10 kökdə 2'dirsə, deməli R'imiz bizim 10 imiş. Bizdən də elə radiusu soruşur. Ona görə doğru cavab olacaq B bəndi.